Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytaç Həsənova. Bugün sizlərə 3-cü sinif riyaziyyat dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Hazırlıqlarımızın üstünlüyü ondan ibarətdir ki, həftədə 4 dəfə 90 dəqiqə olmaqla həm Azərbaycan dili, həm riyaziyyat fənni üzrə tədris olunur. Bir üstünlüyümüz də ondan ibarətdir ki, digər qruplarda olduğu kimi 10-15 nəfər deyil də hazırlığımızda maksimum 5 və 6 nəfər olur, ondan çox olmur. Bununla yanaşı riyazi bacarıqların inkişaf etdirilməsi, oxuyub anlamanın inkişaf etdirilməsi, ev tapşırıqlarına dəstək, daha sonra oxuyub anlama mətnlərini necə işləmək olar, dərsdəki mövzuların dərindən mənimsənməsi, bütün hər biri bizim onlayn qruplarımızda mövcuddur. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq qruplarımıza qoşula bilərsiniz. İndi isə keçirik mövzumuzun izahına. Burada toplamanı görürsünüz. Deməli, alt-alta 3 rəqəmli ədədin toplanması və yeni onluğun yaranmasıdır. İlk olaraq mən aşağıda geniş formada izah eləyəcəm. Daha sonra keçəcəyik misallarımızı işləməyə. Baxın, 8-in üstə 4 gələndə eləyir 12. 12. Artıq bir onluğumuz tamam olub və bir onluq 2 təklikdən ibarətdir. 2 təkliyimizi yazırıq, bir onluğumuzu yadımızda saxlayırıq. 9-un üstə 2 gəldim, 11. Bir onluq da var idi, eləyəcək 12. Yenə 2-ni yazırıq, təkliyi. Bir onluq yadımızda. 4-ün üstə 1 gəldim, 5. O yadımda olan 1-i də gəlirəm, 6 etmiş olur. Daha sonra 5-in üstə 5 gəldim. Gəlin indi onu yazaq. 195 üstə gəl 25. 5-in üstə 5 gəldim 10. Artıq bir onluq tamamlanıb. 0 yazırıq. Bu 1-i yadımızda saxlayırıq. 9-un üstə 2 gəldik. 11. Bir də yaddaydı 12. 2 yazırıq. Yenə 1 yadda. 1 üstə də 1 yaddanı gəlirik 2. Keçirik. 8-in üstə 5 gəldik. Eləyəcək 13. 3 yazırıq. 1 yadda. 6-nın üstə 4 gəldik. 10. Bir də yadda 11. 5-in üstə 2 gəldik. 7. Bir də yadda 8. 6-nın üstə 6 gəldik. 12. 2 yazırıq. 1 yadda. 6-nın üstə 3 gəldik. 9. Bir də yadda 10. 0 yazırıq. 1 yadda. 5-in üstə 1 gəldik. 6. Bir də yadda 7. 3-ün üstə 7 gəldik. 10. 0 yazdıq. 1 yadda. 9-un üstə 3 gəldik. 12. Bir də yadda 13. 3 yazırıq. 1 yadda. 2. Bir də yadda 3 etmiş olacaq. 5-in üstə 5 gəldik. 10. 0 yazırıq. 1 yadda. 6-nın üstə 8 gəldi. 14. Bir də yadda 15. 5 yazırıq. 1 yadda. 4-ün üstə 2 gəldik. 6. Bir də yadda 7 etmiş olur. 7-nin üstə 7 gəldik. 14. 4 yazırıq. 1 yadda. 4-ün üstə 5 gəldi. 9. Bir də yadda 10. 0 yazırıq. 1 yadda. 2-nin üstə 2 gəldik. 4. Bir də yadda 5 etmiş olur. Keçirik indi. Bunları silirik ki, bizə maneçilik törətməsin. Keçirik ikinci sıramıza. Aha. 4-ün üstə 9 gəldim 13. 3 yazıram 1 yadda. 7-nin üstə 7 gəldim 14. Bir də yadda 15. 5 yazıram 1 yadda. 3-ün üstə 2 gəldim 5. Bir də yadda 6. 9-un üstə 7 gəldim 16. 6 yazırıq 1 yadda. 9-un üstə 3 gəldim 12. Bir də yadda 13. 3 yazıram 1 yadda. 2-nin üstə 1 gəldim 3. Bir də yadda 4. 8-in üstə 8 gələndə 16. 6 yazırıq 1 yadda. 6-nın üstə 4 gəlirik 10. Bir də yadda 11. 1 yazırıq 1 yadda. 5-in də üstə 1 gələndə 6. 9-un üstə 1 gəldi 10. 0 yazırıq 1 yadda. 8-in üstə 2 gəldi 10. Bir də yadda 11. 1 yazdıq 1 yadda. 1. Bir də üstə gəlirik 2. 8-in üstə 4 gəldi 14. 4 yazdıq 1 yadda. 8-in üstə 5 gəldi 13. Bir də yadda 14. 4 yazırıq 1 yadda. 2-nin üstə 3 gəldi 5. Bir də yaddaydı 6. 9-un üstə 9 gəldi 18. 8 yazırıq 1 yadda. 7-nin üstə 2 gəldi 9. Bir də yadda 10. 0 yazırıq 1 yadda. 8 üstə də 1 gəldi 9. 6-nın üstə 7 gəldi 13. 3 yazırıq 1 yadda. 9-un üstə 8 gəldi 17. Bir də yadda 18. 8 yazırıq 1 yadda. 5. Bir də yadda 6. Daha sonra yenə bunları silirik ki, bizə maneçilik törətməsin.
7 üstə 7 gəldi 14. 4 yazırıq bir yada. 5-in üstə 6 gəldi 11. Bir də yadda 12. 2 yazdıq bir yada. 6-ın üstə 2 gəldi 8. Bir də yadda 9. 5-in üstə 8 gələndə 13. 3 yazırıq bir yada. 9-un üstə 7 gəldi 16. Bir də yadda 17. 7 yazırıq bir yadda. 5-in üstə 1 gəldim 6. Bir də yadda 7. 4-ün üstə 6 gəldik 10. 0 yazırıq bir yadda. 8-in üstə 1 gəldik 9. Bir də yadda 10. Yenə 0 yazırıq bir yadda. 1-in üstə də 1 gələndə 2 etmiş olur. 7-in üstə 4 gəldik 11. 1 yazırıq bir yadda. 9-un üstə 1 gəldik 10. 0 yazdıq bir yadda. 2-nin də üstə 1 gələndə 3 etmiş olur. Daha sonra burada cavab 0. Bir də yadda olacaq 15. 150 yəni. Daha sonra 5-in üstə 7 gələndə 12. Bir yaddamızı yazırıq. 6-ın üstə 3 gəldik 9. Bir də yadda 10. 6-ın üstə 9 gəldi 15. 5 yazdıq bir yadda. 5-in üstə 5 gələndə 10. Bir də yadda 11. Belə, indi keçirik növbəti misala. Alt-alta yazmaqla cəmi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin. Baxın, 387 üstə gəl 435. 7-in üstə 5 gələndə 12. 2 yazırıq bir yadda. 8-in üstə 3 gəldik. 11, bir də yadda 12. 2 yazırıq bir yadda. 4-ün üstə 3 gələndə 7, bir də yadda 8. Bunu ədəd oxunda təsvir etsək, bu olacaq 820, 21, 22, bunu işarələyirik. 23, 24, 25, 26, 27, 28, 29, bu da 830 olmuş olacaq. Keçirik növbətiyə. 596 üstə gəl 106. Aha. 6-ın üstə 6 gələndə 12. 2 yazdıq bir yadda. 9-un üstə 0 gəldik. 9, bir də yadda 10. Yenə 0 yazırıq bir yadda. 5-in üstə 1 gəldik. 6, bir də yadda 7. Ədəd oxunda təsvir edəsi olsaq olacaq 700, 701, 702, 703, 4, 5, 6, 7, 8, 9. Bu da 710. 76-nın üstə 45 gəlirik. 76-nın üstə 45 gələndə, baxın, bəzən olur ki, necə deyərlər, 6-nın üstə 5 gəldik, məsələn, 11. 1 yazırıq, 1 yadda. 7-nin üstə 4 gələndə 11, 1 də yadda 12 ilə. Artıq biz bura 2 yazıb, bir yadda saxlaya bilmərik. Çünki buradan bu tərəfdə toplamağa ədəd yoxdur. Bura boşdur. Baxın, bura boş olduğuna görə axırıncı ədədi biz bütöv şəkildə 12 yazmalıyıq. Və yeni yüzlük yaranır da, elə bil ki. Necə 97-nin üstə məsələn 5 gəlirsiniz. Neçə eləyir? 102. Düzdür. 7-nin üstə 5 gəldim 12. 2 yazıram bir yadda. 9-un da üstə 1 gələndə biz bura 10-u bütöv şəkildə yazmalıyıq ki, 102 alınsın. Ona görə belə alınmış olur. Keçirik növbətiyə. 675 üstə gəl 79. 5-in üstə 9 gəldim 14. 4 yazdım bir yadda. 7-in üstə 7 gəldim 14. Bir də yadda 15. 5 yazırıq bir yadda. 6-ın üstə 1 gələndə 7 etmiş olur. Bunu da ədəd oxunda təsvir edəsi olsaq olacaq bu 750, 751, 52, 53, 54. Bu da 755. Keçirik növbətiyə. 198 üstə gəl 7. Baxın, 8-in üstə 7 gəldim 15. 5 yazdım bir yadda. 9-un üstə 1 gəldim 10. 0 yazıram bir yadda. 1-in də üstə 1 gələndə 2. 205 etmiş olur. Ədəd oxunda təsvir etsək 200 olacaq 205 olacaq 210. 5 artan ədəd oxudu da bu elə bil ki. Keçirik növbətiyə. 245 üstə gəl 65. 5-in üstə 5 gəldim 10. 0 yazdım bir yadda. 6-ın üstə 4 gəldim 10. Bir də yadda 11. 2-nin də üstə 1 gəlirəm. Eləyəcək 310. Keçirik növbətiyə. Cəmi tapın və bir neçəsini ədəd oxunda yenə deyir göstərin. Cəmləri burada birbaşa yazacaq, sonra ədəd oxunda aşağıda göstərəcəm. 2-nin üstə 9 gəldik 11. 1 yazdım bir yadda. 9-un üstə də 1 gəldim 10. Cavab elədik 101. 9-un üstə 4 gəldim
13. 3 yazırıq 1 yadda. 9'un üstə də 1 yaddan gəlirik 10. 5'in üstə 6 gəldim 11. 1 yazdım 1 yadda. 9'un üstə 1 yaddan gəldim 10. 97'in üstə 5 gələndə eləyəcək 102. 93'ün üstə 8 gələndə eləyəcək 101. 99'un üstə 1 gələndə eləyəcək 100. 98'in üstə 4 gələndə eləyəcək 102. 94'ün üstə 7 gələndə eləyəcək 101. Artıq 4'ün üstə 7 gələndə 11 eləyir. Siz bilirsiniz ki, artıq 10'luğu aşmısınız. Deməli, 94'ün üstə 7 gələndə 101 eləyəcək. 91 eləyə bilməz axı, geri qayıda bilmərik. Cəmi tapın və nəticəyə uyğun təsvir edin. Əvvəlcə ədəd oxunda gəlin bir neçəsini göstərək. Olacaq, məsələn, bu 100, 101, 102, 103, 104, 105. Hər birinə məsələn ayrı-ayrı ədəd oxu çəkirsiniz. Bir neçəsinə də, daha doğrusu 100, 101, 102, 103, 104, 105, 110'a qədər yaza bilərsiniz. Məsələn, birində 101'i işarələyirsiniz. Birində məsələn işarələyəcəksiniz 103'ü. Yəni məsələn birincidə 101 idi cavabımız. 92 üstə gəl 9. 101'e. İkincidə də 99 üstə gəl 4'ü göstəririk. O da olur 103. Keçirik növbətiyə. Cəmi tapın və nəticəyə uyğun təsvir edin. 7'nin üstə 4 gələndə edir 11. 1 yazırıq 1 yadda. 7'nin üstə 3 gəldi 10. 1 də yadda 11. 1 yazırıq 1 yadda. 2'nin də üstə 1 gəldi 3. 1 də yadda 4. Eləyəcək 411. Nəticəyə uyğun təsvir edin deyirsə, buna aiddir 3-cü. Baxın. 411. Geçir. 9'un üstə 4 gəldim 13. 3 yazdım 1 yadda. 9'un üstə 2 gəldim 11. 1 də yadda 12. 2 yazırıq 1 yadda. 1'in də üstə 1 gələndə eləyəcək 2. 2, 2, 3. Baxın, bura aid olacaq 4-cü. Yəni 223. 8'in üstə 5 gələndə 13. 3 yazırıq 1 yadda. 10, yenə 1 yadda. Eləyəcək 203. Bunu da 5-ciyə aiddir. 203. Daha sonra 8'in üstə 9 gəldim 17. 7 yazdım 1 yadda. 9'un üstə 3 gəldim 12. 1 də yadda 13. Olacaq 137. Baxın, burada aiddir birinci. Birinci aiddir. 94'ün üstə 6 gələndə də eləyəcək 100. Burada aiddir bu. Yəni ikinci. Keçirik növbətiyə. Cədvəldə kinoteatrda həftə sonu satılmış biletlərin sayı göstərilib. Kinoteatrda həftə sonu cəmi neçə bilet satıldı? Baxın, həftə sonunda 2 gün var, şənbə və bazar günü. Şənbə günü bu qədər satılıb, bazar günü də bu qədər satılıb. Bunların cəmini soruşur bizdən. O zaman yazarıq. Şənbə 568, bazar günü də 379. Cəmini bilmirik də. Cəmi sual. Həlli. Necə hesablayarıq? Bu ikisini toplayarıq. Cəmi tapmış olarıq. Keçirik. 8'in üstə 9 gəldim 17. 7 yazdım 1 yadda. 6'ın üstə 7 gəldim 13. 1 də yadda 14. 4 yazıram 1 ağlımdadır. 5'in üstə 3 gəldim 8. 1 də yadda 9. Deməli cavab həftə sonu 947 bilet satılıb. 947. Keçirik növbətiyə. Deyir, Elxan avtobusa minmək üçün hansı dayanacağa getsə daha az yol qət edər. Baxın, dayanacağın biri budur, biri də budur. Buradan bura getmək üçün bu yolu qət edir. Bundan bunu. Buradan bura getmək üçün isə bu iki yolu qət eləyəcək. O zaman biz gəlin sol dayanacaq, bir də sağ dayanacaq. Onları hesablayaq. Əvvəlcə sol dayanacağı hesablasaq, görərik ki, aptekaya qədər 145 metr, oradan da dayanacağa 196 metr məsafədir. 196 üstə gəl 145 eləyəcək neçə? 11, 1 yazdıq 1 yadda, 13, 1 də yadda 14, 2, 1 də yadda 3. 341 metr deməli sol dayanacaqdadır. Bəs sağ dayanacaqda nə qədərdir?
Gəlin 257 üstə gəl 87. 7-nin üstə 7 gələndə 14, 4 yazırıq 1 yadda, 5-in üstə 8 gəldi 13, 1 də yadda 14, 4 yazırıq 1 yadda, 2, 1 də yadda 3. Baxın, sol dayanacaq 341 metrdir, sağ dayanacaq 344. Deyir, hansına getsə daha az yol qət etmiş olar. Əlbəttə, sol sağdan azdır, çünki kiçikdir. O zaman yazırıq ki, cavab sol dayanacaq. Keçirik növbəti. Aha, bizə deyir ki, fermer birinci gün bostandan 98. Baxın, bizə məsələni asan işləməyin əsas yollarından biri odur ki, nə verilirsə onu qısa şəkildə qeyd eləməliyik. Birinci gün nə qədər yığıb? 98. Növbəti gün, yəni ikinci gündə bundan 38 dənə çox kələm yığıb. 98 üstə gəl 38. Eləyəcək 16 bir yadda, 12 bir də yadda 13. 136 kələm yığıb. Deyir 2 gündə cəmi neçə kələm yığıb? Baxın, birinci gün 98, ikinci gün 136. Cəmi nə qədər edir? Cəmini tapmaq üçün biz onu toplamalıyıq da. 136 üstə gəl 98 eləyəcək 14, 4 yazdıq 1 yadda, 3 üstə gəl 9, 12, 1 də yadda 13, 3 yazırıq 1 yadda, 1-in də üstə 1 gələndə 2. Cavab 234 kələm yığıb. Keçirik növbəti məsələmizə. Deyir, şagirdlər yaz tətili günlərində yeni salınan parkda 350 ağac əkməyə planlaşdırdılar. Baxın, hədəf nə qədərdir? 350 ağac. Düzdür. Onlar birinci gün 162 ağac əkiblər. Növbəti gün, yəni ikinci gündə 188 ağac əkiblər. Deyir, 2 gündə planlaşdırdıqları sayda ağac əkə bildilərmi? Əvvəlcə gəlin görək 2 gündə cəmi nə qədər ağac əkiblər? 162 üstə gəl 188, 2-nin üstə 8 gəldik, 10, 0 yazdıq 1 yadda. 14, 1 də yadda, 15, 1 yadda, 3. Baxın, 350 ağac hədəfləmişlər. 350 ağacda neyniyiblər? Əkibdilər. Deməli, 350 bərabərdir 350. Həqiqətən də hədəfə neyniyiblər? Çatıblar. Cavab hədəfə çatıblar. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.